Gəldik biz nəyə? Deməli, təlimdə, belə deyək ki, analitik təlim strategiyalarına, yəni üsullara. Strategiyalar nə deməkdir? Yəni dərsi keçirmək üçün sanki bir oyundur. Uşaqlara oyun keçiririk biz. Oyun keçirik. Oyundan elə bir dərsi öyrədirik də. Yəni bu özü də uşaqların marağını artırır. Çünki uşağa əvvəlcədən strategiyanın növü barədə məlumat veririk. Məlumat verəndən sonra daha sonra dərsimizi təşkil eləyirik. Ümumiyyətlə analitik strategiyalar nə deməkdir? Siz artıq analitik təfəkkürdə keçmisiniz. Bilirsiniz ki, analitik təfəkkür necə idi? Dərsi birbaşa olaraq uşaqlara hissə-hissə verilirdi. Daha sonra müqayisə sistemli şəkildə aparılırdı. Ondan sonra belə deyək ki, sübutlar gətirilməsi, səbəb-nəticə əlaqəsinin müəyyən olunması və alternativ həll yollarının üzə çıxarılması. Və bu hansı ki keçəcəyi üsullar, bunlar şagirdlərdə analiz etmək bacarığı və eyni zamanda analitik təfəkkürün inkişafına xidmət edə biləcək üsullardır. Və bu üsulların keçirilməsində əsas məqsəd müəllimlər nəyisə sadəcə görsüz yadda saxlanılması yox. Onları təsnif etmək, sıralamağı, müqayisə etmək, səbəb-nəticə əlaqəsinin müəyyənləşdirilməsi, fərziyyələrin irəli sürülməsi. Fərziyyələrin irəli sürülməsi alternativ izahlarda öz əksini tapmış olur. Bu strategiyanı demək işləyərkən, bu strategiyalarla işləyərkən deyir ki, şagirddə bu strategiyalarla işləyərkən müəllimlər şagirdlərdə nələr formalaşır? Məlumatı hissələrə bölür, strukturları müəyyənləşdirir. Yəni ki, birinci hansı olmalıdır, ikinci hansı olmalıdır, mətnin əsas strukturunu müəyyən edə bilir, əsas və ikinci dərəcəli məqamları bir-birinə aid edə bilir. Yəni bu bir növ uşaqları təhlil etmə bacarığı formalaşdırır. Sonra informasiyanın vaciblik dərəcəsinə görə sıralayır. Yəni hansı daha vacibdir? Məsələn, tutalım mətn testləri işləyirik də, elə deyil. Mətn testləri işləyən zaman görür ki, yəni hansı məlumat daha əsaslıdır. Bəzən qarışdırır verir bizə. Deyir ki, mətnin məsələn giriş hissəsini müəyyən edin, əsas hissəsini müəyyən edin. Giriş əsas nəticə hissəsini müəyyən eləyin. Yəni burada eyni zamanda uşaq oxuduğu məlumatı analiz edəndən sonra belə bir nəticəyə gəlir də, belə deyək. Sonra oxşarlıq və fərqləri tapır. Sonra belə deyək, obyekt və hadisələr arasında əlaqə qurur. Yəni bu eyni zamanda əlaqə qurmaq var müəllimlər. Uşaqda eyni zamanda məntiqi təfəkkürü inkişaf elətdirir. Yəni daha da çox stimullaşdırır. Sonra oxşar fərqli cəhətləri tapır. Yəni eyni zamanda taksonomiyanı anlamaq mərhələsidir. Və dedi ya, ən vacib məqamlar təhlil etmə mərhələsidir, formalaşdırır. Təhlil etmə mərhələsində dedi ki, ona görə uşaqlarda həm analitik təfəkkür, həm də tənqidi təfəkkür inkişaf edə bilir. Necə baş verərdi əgər tipli suallar üzərində düşünərək fərziyyələr formalaşdırır. Uşağın beynində artıq müəyyən fərziyyələr formalaşmağa başlayır. Yəni daha alternativ izahlar var idi. Yəni analitik təfəkkürdə xatırlayın ki, həmin hissəyə aiddir. Bundan əlavə eyni zamanda həm uşaqda konseptual biliyin inkişafına şərait yaradır, həm anlama mərhələsinin inkişafına da şərait yaradır. Sonra deyir ki, topladığı dəlillər əsaslanır, öz mövqeyini əsaslandırır. Mövqeyini əsaslandırmaq da, öz mövqeyini ortaya qoyub onu əsaslandırmaq da dəyərləndirmə mərhələsinə aid olan bir bacarıq idi. Ümumiyyətlə belə deyək ki, analitik əslində strategiyalar müəyyən uşaqların öyrəndiklərini təhlil süzgəcindən, tənqidi demək süzgəcindən keçirdir. Müxtəlif baxış bucaqları baxımından dəyərləndirir. Yəni bu analitik strategiyalar uşaqlarda həm tənqidi, həm məntiqi, həm yaradıcı təfəkkürü formalaşdırır. Bundan əlavə onların təyinatına görə də siz artıq bilirsiniz ki, hansı analitik bacarıqdır, hansı abstrakt analitik təfəkkürdür, hansı abstrakt təfəkkürdür, hansı praktik təfəkkürdür. İndi bunların adını burada çox da geniş yazmayıblar, amma mən bu üsulları izah edərək sizə bunu qeyd edəcəm ki, hansılar daha çox hansı təfəkkürün inkişafını dəstəkləmiş olur. Deməli müəllimlər, analitik strategiyalar burada görünür ki, Venn diaqramıdır. İnsident üzərində işli qızıl dairə, proqnozlaşdırma, əşyaların qeyri-adi istifadəsi, əşya və hadisələrin müxtəlif nöqteyi nəzərdən baxılması, SWOT analizi. Bax bu yeni daha bununla bağlı material göndərəcəm. Üstəlik də testlərini göndərəcəm sizə. Bunu da testlərin ayrılıqda işləyərsiniz, çünki yenidir. Sonra ağacda sineklikada nə olardı? Əgər Freud modeli klaster, yəni şaxələndirmə, biz bilirik ki, klaster eyni zamanda diaqnostik qiymətləndirmə üsuludur. Diaqnostik qiymətləndirmə məktəbdə təbii ki, yarım ilin əvvəlində və yaxud da uşaq təzə məktəbə keçəndə, sinifdən sinifə keçdikdə və yaxud da belə deyək də, yəni uşağın ilkin biliklərini yoxlamaqdan ötəri keçirilən qiymətləndirmədir ki, biz də klasterdə istifadə edə bilərik. Hipling modelidir, Bloom klubu və simulyasiya və rollu oyunlar. Biz bu qədər üsulu aid edirik analitik, deməli, analitik təlim strategiyalarına aid edirik. Deməli, dəyərli müəllimlər, keçək bu üsulların hər birinin sadə izahına. Deməli, burada qeyd olunur. Birincisi, Euler-Venn diaqramı bilirsiniz ki, müqayisə etmə imkanı verir. Biz analitik təfəkkürdə nə demişdik? Birinci məlumatı hissələrə bölməklə, hissələrə böldükdən sonra müqayisə aparır və müqayisə də sistemli şəkildə olur. Deməli, Venn qramı burada qeyd olmasa da, Venn diaqramı şagirdlərdə analitik təfəkkürün inkişafına şərait yaradır. Analitik doğrudan da olmalıdır da. Niyə görə? Çünki riyaziyyatda istifadə olunan bir üsul. Riyaziyyat başdan ayağa deyək ki, analizdir. Analiz olunur, təhlildir başdan ayağa. Deməli, əgər bu üsul riyaziyyatda istifadə olunursa, deməli uşaqda analitik təfəkkürü inkişaf elətdirir. Yəni uşaq təhlil etmə bacarığına yiyələnmiş olur. Yəni burada necədir müəllimə? Bax məsəl üçün sual verir. Bax eyni zamanda burada deyir ki, hansı bacarıqlar inkişaf edir. Bax onun əsasına gəlirəm. Deməli biz 11-ci sinifdə uşaq keçib, demək Dəli Kür əsərini Cahandar ağa obrazı ilə müəllim deyir ki, 10-cu sinifdə öyrəndiyi Müsbət Fəxrəddin əsərini müqayisə edir. Rüstəm bəy obrazını müqayisə edir. Uşaq müqayisə edir, Rüstəm bəyin xüsusiyyətini yazır, Cahandar ağanın xüsusiyyətini yazır və eyni zamanda onların ortaq xüsusiyyətini yazır ki, ziddiyyətli obrazlardılar. Hər ikisi yəni bəydir, mülkədardılar, yəni varlı insanlardılar. Yəni deyək ki, bunların ortaq xüsusiyyətində yazır. Nə edir? Uşağın biliklərini aktuallaşdırılması. Deməli Dəli Kürü müqayisə eləyirsən, nə olsun ki, yeni keçib. Deməli artıq öyrəndi
öyrəndiyi bir mövzudur. Müsibət Fəxrəddində bunun bir sinif əvvəl keçdiyi mövzudur. Deməli, Venn diaqram bu baxımdan, yəni bilikləri aktuallaşdırılması baxımından çox əhəmiyyətli bir üsuldur. Sonra təhlil bacarığını inkişaf elətdirir. Deməli, mən deyirəm ki, Rüstəm bəylə bunu Cahandar ağanı müqayisə elə. Müqayisə elədiyimizdə deməli uşaq bunu müqayisə edə bilirsə, deməli hər iki əsəri təhlil edib ki, sonda bu nəticəyə gəlir. Sonra dəyərləndirmə bacarığı. Yəni mən əgər bunu uşağın ümidinə buraxıramsa, deməli bunu uşağın gözündən baxıram. Yəni bu işi əgər müqayisə işini uşaq özü aparırsa, bu uşağın öz fikridir. Yəni uşağın öhdəsinə atıram da belə deyək. Dəyərləndirmə bacarığı inkişaf edir. Eyni zamanda əsaslandırma niyə görə? Baxın, nəyə görə? Onu əsaslandırmalı. Aydın oldu. Baxın, qeyd olunduğu Venn diaqramı ikili Venn diaqramı da ola bilər, üçlü Venn diaqramı da ola bilər. Baxır bizim müqayisə elədiyimiz obyektlərə. Yəni 4-lü, 5-li, yəni mən görməmişəm. Yəni kitab görürsüz, bunu göstərmirlər. Hər halda yəni uşaqlar üçün də bunu etmək çətin olardı. Ona görə də daha çox 2 və üçlü Venn diaqramlarından istifadə olunur. Venn diaqramı dedik ki, daha çox riyaziyyatda istifadə olunur və bu da bizə aydın oldu. Venn diaqramı deməli uşaqlarda analitik təfəkkürün inkişafını stimullaşdırır. Yəni ona doğru aparır. Deməli bunun üçün də uşaqlar biliklərini aktivləşdirir. Yəni əvvəl öyrəndikləri biliyin aktivləşdirilməsi baxımından Venn diaqramı üsulu da çox əhəmiyyətli bir üsuldur. Uşaqlarda təhlil bacarığını inkişaf elətdirir. Təhlil oxuduqlarını təhlil eləməsə, uşaq ondan bir şey başa düşməsə, axı hardan burada müqayisə apara bilər axı? Başa düşmədiyi, təhlil etmədiyi, üzərində düşünmədiyi bir məqamı uşaq təhlil edə bilməz. Sonra uşağın burada dəyərləndirməsi əsaslı. Yəni nəticə etibarilə dəyərləndirir, öz fikrini yazır. Orada qeyd edir, öz fikirlərinə əsasən müqayisə aparır. Daha sonra müəllimlər insident üzərində işə gəlir. İnsident üzərində xəssəsliklər deyir. Yəni bu nə deməkdir? Real həyatda olan problemlər üzərində düşünməyə sövq eləyir. Yəni uşaqlar real həyat problemləri üzərində düşünürlər. Bu da nə deməkdir müəllimlər? Yəni burada real həyatda hər kəsin başına gələ biləcək bir problemlər üzərində, yəni belə deyək ki, nəsə bir müəllimə sual hazırlayır. Suallar hazırlayır. Bu niyə belə oldu? Bu problemi necə həll etmək olar və eyni zamanda bunu qeyd edeyim ki, bu üsul əsasən 99% hallarda kiçik qruplar üzərində aparılır. Kiçik qruplarda iş formasında aparılır və qruplar bunun üzərində düşünürlər, öz cavablarını qeyd edirlər. Yəni həll yollarını qeyd edirlər və bu həll yollarını aradan qaldırmaq üçün plan təklif edirlər ki, hansı birinci addım nə olacaq, ikinci addım, üçüncü addım nə olacaq ki, bu problem həll olunsun. Və qeyd etdikləri problem o deməkdir ki, real olmalıdır. Yəni hər kəs istədiyi anda o problemin bunu məsələn onun irəli sürdüyü problem həllinə istifadə edə bilsin. Da real həyatda öz təfəkkürünə uyğun, nə bilim, mücərrəd bir şey təklif etməməlidir. Yəni real həyat problemi üzərində bu uşaq düşünürsə, elə etməlidir ki, bu problem həlli hər kəs üçün əlçatan olmalıdır. Yəni real olmalı, hər kəsin şəraitinə uyğun olmalıdır. Bəs bu şagirdlərdə hansı bacarıqlar formalaşır? Deməli problem üzərində düşünürsə, avtomatik deyəcək ki, problem həll etməlidir və uşaqda birinci məntiqi və tənqidi təfəkkürü inkişaf elətdirəcək. İndi bu bunun harasındadır? Bunu qeyd edin. Məntiqi təfəkkür nə deməkdir? Problem arasında birincisi problemi həll etmək üçün, yəni əlaqə yaradır. Problemin səbəbi müəyyən edə bilər, niyə görə baş verdi, nə səbəbə baş verdi. Yəni bunlar arasında əlaqə yaradır. Əlaqə yaratdıqdan sonra problemlə bağlı bir neçə həll yolları ortaya çıxa bilər ki, bu həll yolları içərisində ən səmərəlisini seçə bilər və bu da ola bilər tənqid təfəkkür. Sonra uşaq eyni zamanda qiymətləndirmə bacarığı burada hardadır? Dedik ya, bir neçə həll yolları irəli sürülə bilər. Uşaq ən səmərəlisini seçir. Bu da qiymətləndirmədir. Qiymətləndirmə də dedik ki, nəyə aiddir müəllimlər? Konvergent düşünmə forması var ha. Konvergent düşünmə formasına. Bu da daha çox tənqidi təfəkkürə uyğun idi. Çünki tənqidi təfəkkürlü insanlar daha çox qiymətləndirməyə meylli olurlar. Sonra fikri ifadə etmə, ardıl sürdüyü problem həllini, öz fikirlərini ifadə etmə, sərbəst ifadə etmə qabiliyyəti olmalıdır. Sonra irəli sürdüyü üsulu əsaslandırmaq kimi bir bacarığı olmalıdır. Yəni niyə görə mən bu problemi irəli sürdüm? Yəni bu nəyə görə? Yəni bu problem həlli ola bilər və s. yəni fikirlərini ifadə. Sonra bu problemlə bağlı uşaqda nəticə çıxarma bacarığı formalaşmış olur. Aydın oldu yəqin ki fikirlərin. Keçirik qızıl dairə. Yəni niyə görə 3n? Çünki 3 dənə n hərfi ilə başlayan burada suallar var. Qızıl dairə 3n. Qızıl dairə 3n demək modelindən bax burada da görürsüz problem həll etmədə istifadə olundu. Burada nə dedik? Burada da problem. Demək həm insident üzərində iş, həm də qızıl dairə indiyənə qədər öyrəndiyimiz üsullardan problem həll etmək üçün istifadə olunur. Bundan əlavə dinləyib alma, oxuyub anlama bacarıqlarının formalaşması, eyni zamanda layihənin hazırlanması işində istifadə olunur. Layihə hazırlama işi varsa müəllimlər avtomatik olaraq bilirik ki, layihə əsaslı təlim modeli qruplarla iş formasında aparılır. Deməli qızıl dairə eyni zamanda qruplarla iş formasında aparıla bilər. Bax belə nəticə çıxara-çıxara oxumaq lazımdır. Oxuduqda daha aydın yadımıza qalacaq. Əzbərləməyə kurikulumu, bax bunu sizə təklif edirəm ki, əzbərləmək olmaz. Yəni bundan əvvəlki mövzuları əlaqələndirmək lazımdır. Artıq bu əlaqələndirmə nə yaratır? İnteqrasiya etmə. Bu əlaqə yaratma eyni zamanda məntiqi təfəkkürdə optimallaşdırır. Yəni biz müəllim olsaq belə hər bir anda hər birisinə ehtiyacımız var. Deməli, nəyi formalaşdırdı? Problem həll etmə, dinləyib anlama, oxuyub anlama və layihə əsaslı işlərin hazırlanmasına istifadə olunur. Layihə də varsa bilirik ki, qrup şəklində aparıla bilər. Və bundan əvvəl əlavə qeyd edə bilərik ki, ünsiyyət texnikasıdır. Ünsiyyət texnikası. İndi ünsiyyət texnikası bunun harasındadır? Baxın ki, bir problem ortaya çıxır, bir məsələ ortaya çıxır. İlk öncə biz o problemi öyrənməkdən ötəri, səbəb nəticəsini üzə çıxartmaqdan ötəri və o problemi həll etməkdən ötəri nə etməliyik, dəyərli müəllimlər? Birinci nə sualını verməliyik? Nə baş verib? Ümumi olaraq görürsüz, üst hissədə də ümumi olaraq mövzu ilə bağlı bizə ümumi məlumat verəcəklər. Sonra biraz dərinə gedəcəklər. Dərinə gedəcəm, deyəcəm ki, necə baş verib? Hadisə ilə bağlı ətraflı məlumat əldə edəcəm. Sonra niyə hissəsinə gedəcəm, bir qədər də dərinə gedəcəm, səbəbi ortaya çıxaracam. Səbəbi ortaya çıxarandan sonra
sonra, səbəbdən sonra nəticə çıxarma imkanı verir. Baxın, bu bacarıqlar içərisində yazılmasa da, əgər niyə sualın verilmə səbəbi ortaya çıxardımsa, deməli nəticə çıxarma, qızıl dairə bizə nəticə çıxarma bacarığını da sunmuş olur. Daha sonra şagirddə formalaşdırıldığı bacarıqlar hansılardır? Məntiqi təfəkkür düzdür. İlkin olaraq nə sualın verdim, necə sual edir? Bu məndə məntiqi təfəkkürü formalaşdırdı. Problem həll etmə. Zaten problemin həlli üçün mən bunu istifadə edirəm də. Deməli problem həll etmə bacarığını inkişaf elətdirdi. İnsident üzərində işlə də var idi bu. Dinləyib anlama, oxuyub anlama, tənqidi təfəkkür. Yaxşı. Tənqidi təfəkkür nə idi? Problemdən nəticə çıxarma bacarığını inkişaf elətdirdisə mənə, yəni ən səmərəli yolla nəticə çıxarma, eyni zamanda məntiqi təfəkkürdə də var müəllimlər. Burada biz bunu fikrimizi yayındırmayaq. Yəni necə sualın verəndən sonra başlayır, niyə səbəbi artıq özü ortaya çıxarırsa, təhlil edəndən sonra ortaya çıxarır da və bu halda olacaq tənqidi təfəkkür. Sonra yaradıcı təfəkkür. Yaradıcı təfəkkür yaxşı deyə bilərsiniz ki, müəllimə burada harda oldu? Yaradıcı təfəkkür layihə əsaslı öyrənmə nədir? Yaradıcı təfəkkürü dəstəkləyir. Əgər layihə üzərində işlər biz 3N qızıl dairə üsulunu tətbiq etdiksə, deməli orada yaradıcı təfəkkür də özünü göstərəcək. Çünki layihə əsaslı işlərdə şagirdlər özləri bir yarım il ərzində, 3 ay ərzində bir mövzu üzərində çalışırlar və nəticə etibarilə onu təqdim edirlər. Və təqdim etdikləri nəticə təbii ki, onların yaradıcılığını əks etdirməlidir. Yəni biz artıq bir yarım il ərzində bir mövzunun hazırlamasını şagirdlərin öhdəsinə buraxırıq və onlar özləri yaradıcı şəkildə təhlillər. Əsas fikri müəyyənləşdirmək. Baxın, əsas fikri müəyyənləşdirmə özü elə nədir? Tənqidi təfəkkürdür. Tənqidi təfəkkürlə uşaq burada iş görməklə analitik təfəkkürə doğru yol alır, gedir belə deyək. İnformasiyanı qəbul etmə və ötürmə bacarığı. Uşaq bununla informasiyanı oxuyub anlama, dinləyib anlama, informasiyanı qəbul etdi. Qəbul etdikdən sonra problemi həll edir, ötürür belə deyək. Layihə əsaslı işdə də bu özünü göstərir. Deməli, qızıl dairə üsulu vardı izah bu qədər. Sonra keçək proqnozlaşdırma üsuluna. Proqnozlaşdırma üsulu daha çox dil ədəbiyyat dərslərində istifadə olunur. Deməli, belə qeyd eləyək ki, məsələn bir mətn verilə bilər uşaqlara, uşağa deyilə bilər ki, məsələn həmin mətnin sonunu gətir, özün tamamla. Özün tamamlamaqdan ötəri uşaq birinci mətni oxumalıdır, hadisələr arasında məntiqi əlaqəni tapmalıdır. Yəni bu uşaqda məntiqi təfəkkürü inkişaf elətdirir. Daha sonra tənqidi təfəkkürlə uşaq nə etməlidir? Təhlil eləməlidir obrazları. Başa düşməlidir ki, hansı obraz müsbətdir, hansı obraz mənfidir, onu mənfi eləyən nədir, onu müsbət eləyən nədir? Yəni bunu ortaya çıxardıqdan sonra daha sonra artıq mətnin sonunu gətirir. Mətni özü artıq yazanda, sonunu yazanda deməli artıq o özü yeni bir məhsul ortaya qoymuş olur. Yəni bizi yaratmış olur. Və tənqidi təfəkkür varsa burada dəyərli müəllimlər, deməli burada təhlil etmək də var. Təhlil etmək də var. Sonra burada artıq ən sonda müəllimlər burada verilir. Deyir ki, uşaq artıq mətnin sonunu gətirəndən sonra artıq özü öz işinə baxmalıdır sonra. Deməli bu da uşaqda dəyərləndirmək, yəni özünü qiymətləndirmə bacarığını da formalaşdırmış olur. Və yaxud da biz bunu qrup şəklində də icra edə bilərik müəllimə. O demək deyil ki, bu ancaq fərdi və ya da cütlərlə ola bilər. Qrup şəklində də ola bilər. Yəni bu eyni zamanda qarşılıqlı qiymətləndirmə də ola bilər, müəllim qiymətləndirməsindən istifadə oluna bilər və bundan əlavə uşağın özünü qiymətləndirməsindən də özünü qiymətləndirmə də edə bilər. Çünki özü işi təqdim etməmişdən əvvəl oxuya bilər ki, mən burada nə yazmışam, görüm doğrudumu, düzəlişlər etmək lazımdırmı? Deməli və buna əsasən də deyirik ki, proqnozlaşdırma üsulu dəyərləndirmək bacarığını da uşaqlarda inkişaf elətdirmiş olur. Daha sonra müəllimlər keçirik biz əşyaların qeyri-adi istifadəsi. Əşyaların qeyri-adi istifadəsi yaradıcı təfəkkürü inkişaf etdirən bir üsuldur. Məsələn tutalım ki, deyək ki, uşağa 2 dənə fərqli bir əşya verirsiniz və deyirsiniz ki, bunu necə istifadə edə bilərəm bunların ikisini bir yerdə. Məsəl üçün də, yəni real həyatda tutalım deyək ki, butulkadır. Məsələn bir sudur, bir də ki butulkadır. Deyir ki, bunu verirəm. Məsələn sadə bir şey. Bunu verirəm. Sən bunu necə istifadə edə bilərsən? Uşaq suyu tökür butulkaya, qapağında dəliklər açır. Hə deyir ki, həyəti sulamaq üçün bir vasitə kimi istifadə edə bilərəm. Məsələn tutalım ki, şüşə siləndir. Məsələn tutalım ki, onun özünün düyməsi var da, basırsa su fıskırdır. Nəticə etibarilə, yəni şüşələri silir filan və o bir dənə də ayrıca butulka verirlər uşağa ki, bunu necə istifadə edə bilərsən? Hə deyir ki, gülləri sulamaq üçün istifadə edə bilərəm. Məsələn bunu. Bax məsələn yaradıcı yanaşır da. Məsələn bir şeyi təyinatından fərqli istiqamətlərdə istifadə etmə bacarığını formalaşdırır. Daha çox yaradıcı təfəkkürün inkişafını. Çünki uşaq iki əlaqəsi olmayan bir əşyanı əlaqələndirib, nə isə ondan yaradırsa, deməli burada artıq yaradıcı təfəkkürün inkişafıdır. Görürsüz, yaradıcı təfəkkür ancaq yaratmaqla bağlı, yeni məhsul ortaya qoymaqla bağlıdır. Hansı bağlar inkişaf edir bəs müəllimlər uşaqlarda? Yaradıcı təfəkkür, dəyərləndirmə bacarığı, məsələn yaradır nə isə, ondan sonra özü öz işini qiymətləndirir. Sonra özü öz işi ilə bağlı tənqidi, yəni əlaqələndirir də, tənqid edir, tənqidi süzgəcdən keçirdir ki, mən bunu tutalım hazırladım, bu mənim harda köməyimə çata bilər, necə köməyimə çata bilər və s. bu kimi məsələlər üzərində düşünə bilər və eyni zamanda təhlil etmək, təhlil eləyir. Yəni düşünür ki, bu əşyanın falan xüsusiyyəti var, bu əşyanın falan xüsusiyyəti var. Onları təhlil eləyəndən sonra, tənqid süzgəcindən keçirdəndən sonra əlaqələndirir, onlardan yeni bir məhsul ortaya qoyur, ortaya çıxarır. Yəni qeyd etdiyimiz kimi yaradıcı təfəkkür birdən-birə yox, məntiqi tənqidi təfəkkürün davamı olaraq ortaya çıxır yaradıcı təfəkkür. Sonra müəllimlər keçək əşya və hadisələrin müxtəlif nöqteyi nəzərdən demək yanaşılmasına. Bu həm yaradıcı həm də tənqidi təfəkkürü inkişaf elətdirir müəllimlər. Bəs bu necə həyata keçirilir? Məsəl üçün tutalım ki, bir hadisə baş verirsə, ona müxtəlif yanaşmalar öz əksini tapır. Məsələn, tutalım deyək ki, bir adamın davranışları çox mənfidir. Elə bayaqki dilema deyək ki, bir kişi deyək ki, məsələn, daşı çıxdı şüşəyə, aptek şüşəsindən qırıldı, nəhayət getdi, dərman götürdü, gəldi və hərənin bir belə deyək ki, mövqeyi olacaq. Biri deyəcək ki, polisə verək, biri deyəcək ki, bəlkə də o kişinin köməyə ehtiyacı var idi, biri deyəcək ki, bəlkə evdə kimsə xəstəsi var imiş, ona görə bunu edib və sonra görəcəksiniz ki, müxtəlif fikirlərin burada öz əksini tapması var. Yəni müxtəlif fikirlər var. Yəni bir mövqedən yanaşılmır. Yəni müxtəlif fikirləri ortaya atılmasına şərait yaradır və burada da şagirdlərdə hansı bacar? Deməli şagird oxuduğu hadisəni gözdən keçirdir,
təhlil süzgəcindən keçirilir ki, nəticə etibarilə hər biri bu qənaətə gəlir. Onlar vəziyyəti qiymətləndirirlər. Yəni mən situasiyanı səsləndirirəm, onlar buna uyğun olaraq vəziyyəti qiymətləndirirlər. Nəticə etibarilə uşaqlarda düzdür. Burada qeyd edilir ki, yaradıcı tənqidi təfəkkürü inkişaf elətdirir və burada qeyd edə bilərik ki, həm yaradıcı, həm məntiq, həm də tənqidi təfəkkürü inkişaf elətdirir. Deməli, məntiq o ki, nələrsə arasında ilkin olaraq öyrənir. Birinci, situasiyanı dərk eləyir. Özü üçün aydınlaşdırır. Sonra situasiyanı təhlil edəndən sonra yeni bir fikir deyirsə, bu artıq olacaq dəyərləndirmə. Situasiyanı təhlil edir, gözdən keçirdir. Yəni ki, uyğun olan olmayan məqamları müəyyən edir və ən sonunda bir fikir irəli sürür. Bu fikir də təbii ki, yaratma mərhələsinə aiddir. Daha sonra dəyərləndirmə. Uşaqlar ola bilər ki, bir-birlərinin fikrini dəyərləndirsinlər, ola bilər ki, öz fikrini dəyərləndirsin. Yəni bu şəkildə gedə bilər. Daha sonra müəllimlər gəlirik SWOT analizinə. SWOT analizi gördüyümüz kimi yenidir. SWOT nə deməkdir? SWOT analizi ümumiyyətcə nə zaman bu istifadə olunur? Adətən müəllimlər bu üsuldan belə deyək ki, idarə etmədə istifadə olunurdu. İdarə etmə zamanı istifadə, amma indi düşünmə və qərar vermə üçün istifadə olunur. İndi müəllimlər SWOT analizi 4 mərhələli bir demək belə deyək ki, təlim üsuludur. Birincisi güclü tərəf S güclü tərəflərlə bağlı, W tərəflərlə, O imkanlar, T isə risklərlə bağlıdır. Yəni burada nə deməkdir? Yəni dedik ki, SWOT analizi əvvəllər idarə etmək üçün, daha sonra isə düşünmə və qərar vermək üçün istifadə olunan bir üsuldur. Yəni biz bir məsələ ilə bağlı uşağa məsələn qarşısına bir situasiya qoya bilərik. Uşaq həmin situasiyanın güclü tərəfini müəyyən eləyir, zəif tərəfini müəyyən eləyir. Daha sonra onun hansı imkanı var, hazırki dövrə görə hansı müsbət imkanları var və eyni zamanda hansı risklər ola bilər ki, ona problem yarada bilər. Yəni bunu müəyyən etməsi. Təbii ki, bu görürsüz uşaqlarda düşünmə bacarığını, düşünmə mədəniyyətini formalaşdırır. Bundan əlavə müəllimlər qərar vermə də deyildi burada. Qərar vermə də o nədir ki, SWOT analizi nə zaman tətbiq olunur? Bax burada özündə də var. Və bunu qeyd etməmişdən əvvəl deyim ki, dərslərdə belə qeyd edək ki, həm layihə əsaslı, həm problem əsaslı təlim modelləri zamanında tətbiq oluna bilər. Deməli, SWOT analizi həm layihə əsaslı, həm də problem əsaslı təlim modelləri zamanı istifadə oluna bilər. Və nə zaman bundan istifadə olunur? Məsələn, hər hansı bir anlayışdır, hadisədir, proseslərdir. Biz bu zaman yəni SWOT analizindən istifadə edə bilərik. Çünki biz onun üzərində düşünürük. Daha sonra layihə və problem əsaslı öyrənmə zamanı demək istifadə edə bilərik və bir də öz öyrənmə fəaliyyəti. Bax, MİQ-ə hazırlaşırsınız var, hə? Tutalım ki, siz MİQ-ə hazırlaşmaq qərarı almısınız. Birinci müəyyən edirsiniz ki, sizin güclü tərəfiniz nədir? Siz imtahana hazırlaşacaqsınız və yəni bunun üçün özü üçün belə deyək də plan müəyyən etmisiniz, böyük həvəslə yanaşırsınız. Zəif cəhətlər nədir? Zəif cəhətlər ola bilər ki, uşağınız körpədir, vaxtınız biraz azdır. Yəni bu baxımdan bu sizin zəif cəhətləriniz ola bilər. Və eyni zamanda imtahanda sizdə tələskənlik kimi bir xüsusiyyət var. Bu sizin zəif cəhətinizdir deyək. İmkanlar nədir? Hal-hazırki dövr üçün məsələn siz saat etibarilə hansı vaxtlarda daha dərs oxuya bilərsiniz, maddi imkanınız necədir və bir də riskli nədir sizin üçün? Sizə maneə yarada biləcək nələr var? Yəni bunu müəyyən edirsiniz. Və burada öz öyrənməsini, öyrənmək, yəni şagirdin və ya da müəllimin öz metakognitiv bacarıqları, deməli SWOT analizi eyni zamanda metakognitiv bacarıqları inkişaf elətdirir. Artıq insan öz yolunu müəyyən etməkdən ötəri SWOT analizindən istifadə edir. Məsələn, tutalım ki, mən özümün güclü tərəfim nədir bilirəm, zəif tərəfim nədir bilirəm. Mənim hal-hazırki dövr üçün, yəni bu planı həyata keçirmək üçün imkanım nə səviyyədədir, necədir və mənim hər hansı bir planımı həyata keçirmək üçün mənə nə çətinlik yarada bilər, nə mənim yolumu kəsə bilər. Bunu müəyyən edərək nəticə etibarilə öz yolunuzda davam edirsinizsə, bu artıq olur SWOT analizinə keçmək. Nəticə etibarilə SWOT analizi real həyatda istifadə etdiyimiz şeylərdir. Sadəcə olaraq ingilis dilində bir termin kimi bizə təqdim olunur. Aydın oldu. Deməli, anlayış, hadisə prosesləri, layihə əsaslı, problem əsaslı və öz öyrənmə fəaliyyətinin tətbiqi zamanı bizdə istifadə oluna bilər. Problem əsaslı və layihə əsaslı öyrənmədə eyni zamanda öz öyrənmə fəaliyyətinin tətbiqi zamanı biz SWOT analizinin qərar vermə elementindən istifadə edirik, dəyərli müəllimlər. İndi gəlin baxaq, görək burada, yəni burada nələri dəstəkləyir SWOT analizi? Həm fərdi, həm də qrupla keçirilə bilər. Baxın, qrupla dedik, fərdi və qrupla insident üzərində iş idi, qızıl dairə idi, layihə üzərində iş var idi. O deyək ki, deməli qrupla keçirilirdi. Elə proqnozlaşdırma özü də qrupla aparıla bilər. Bax bu şəkildə eyni zamanda SWOT analizi özü də qrupla iş formasında aparıla bilər. Eyni zamanda irəli sürülən problem həlli, irəli sürülən məsələlər mütləq şəkildə əsaslandırılmalıdır. O sadalanmalı deyil. Analitik, yəni analiz olunmuş arqumentlər irəli sürülməlidir. Daha havadan nə isə deməməlidir. Analiz etməlidir, öz təhlil süzgəcindən keçirməlidir və ondan sonra onu dilə gətirməlidir. Sonra bu müəllimlər suallar və müqayisə vasitəsilə müzakirəni yönləndirir. Yəni prosesə müəllim hakimlik edir, əldə olunan nəticələr əsasında təklif və qərarlar formalaşdırılır. Deməli, müəllim sual vasitəsilə də prosesi yönləndirə bilər və uşaqlar müqayisə edir. İndi bax burada müqayisə sözü var müəllimlər. Gəlin analitik təfəkkürə bir qayıdaq, bir baxış eləyək. Birinci hissələrə bölmək idi. İkincisi nə idi müəllimlər? Müqayisəni sistemli şəkildə aparmaq. Aha, bax bu SWOT analizi gördünüz, bu da gördünüz analitik təfəkkürün inkişafına şərait yaratdı. Daha sonra nə edirdi? Əldə olunan nəticələr əsasında təklif və qərarlar formalaşdırmaq. Yəni səbəb nəticə əlaqəsində bir növ ortaya çıxardırır. Sonra refleksiya mərhələsində şagird nəticələri, həlledici faktorları və alternativlərdə alternativ izahlar vermək, özündən müxtəlif izahlar verməyi dəstəkləyirdi. Baxın görək, yəni hansı bacarıq formalaşdırır? Birinci tənqidi təfəkkür, yəni analitik təfəkkürün formalaşmasına ötəri onun ibtidasında mütləq şəkildə tənqidi təfəkkür olmalıdır. Sonra qərar vermə bacarığı görürsüz, özünüzlə bağlı bir nəsə qərar verirsinizsə, onu SWOT analizindən keçirməlisiniz. Əgər SWOT analizindən keçirdiksə, biz həqiqətən də metakognitiv bacarıqlara yiyələnmiş olacağıq. Yəni bu da uşaqda qərar vermə bacarığı. Məsələn, öz işinizdə yeni bir iş görmək istəyirsiniz, nə isə almaq istəyirsiniz. Başlamalısınız SWOT analizinə görə öz işinizi qursanız, nəticə etibarilə
edərkən sizdə qərar vermək də asan olacaq, nəyisə analiz etmək də asan olacaq, nəyisə analiz edirsiniz və sintez edirsiniz. Müəllimlər, layihə əsaslı işlə istifadə olunduğuna görə burada yaradıcı təfəkkürü dəstəkləyir. Dolayısıyla yolla da sintez etmək də yaradıcı təfəkkürdür. Yəni nəyisə yaratmağı dəstəkləyir SWOT analizi. Sonra strategiya qurmaq. Özü üçün strategiya qurursunuzsa, deməli burada nəyisə yaradırsınız. Bu halda da yaradıcı təfəkkürü dəstəklədir. Sonra fikrinizi əsaslandırmalısınız. Baxın, nəyə görə mən deyirəm ki, falan cəhətlər mənim güclü cəhətlərimdir. Nəyə görə deyirəm zəif cəhət? Nəyə görə deyirəm ki, bunlar mənim imkanlarımdır? Nəyə görə deyirəm ki, bunlar mənim risklərimdir? Sonra risklərin qiymətləndirilməsi. Ki bu mənim üçün güclü bir riskdir, yoxsa zəif bir riskdir. Bax bu logik. Problemə sistemli yanaşmaq. Problemə sistemli yanaşırsınız. Baxın, analizdə nə idi? Analitik təfəkkürdə nə idi? Müqayisəli, sistemli şəkildə müqayisəlidir. Müqayisə etməkdir. Problemə sistemli şəkildə hər tərəfli baxırsınız da, hər tərəfdən. Baxın, güclü tərəfindən də baxırsınız, zəif tərəfindən də baxırsınız, imkanlar baxımından da baxırsınız, risklər baxımından baxırsınız və bu cəhətdən deyir ki, problem sistemli yanaşmanı əks etdirir və siz bu zaman səbəb-nəticə əlaqəsini də üzə çıxardırsınız. Yəni səbəb-nəticə əlaqəsində bir növ qızıl dairə özü də müəyyən eləyir da. İndi bir qədər keçə deyim. Yəni burada sonra fəaliyyətini dərk etmək. Yəni adam özü ilə bağlı bir cədvəl qurursa, təbii ki, öz öyrənmə fəaliyyətini nə edir? Dərk etməlidir. Güclü və zəif tərəflərini bilmək. İnsanın güclü və zəif tərəflərini bilmək nəyə aid idi müəllimlər? Daha çox metakognitiv bacarıqlara aid idi. Əgər adam bunu müəyyən edə bilirsə, deməli metakognitiv bacarıqları mövcuddur. Sonra qərarlar ağacı müəllimlər problem həll etmə zamanı istifadə olunur. Problem həll etmə zamanı daha çox bir də nə istifadə olundu müəllimlər? Qızıl dairə, bir də nə var idi? SWOT analizi, bir də nə var idi? İnsident üzərində iş. İnsident üzərində iş, qızıl dairə, SWOT analizi nədir müəllimlər? Problem üzərində işdir və biri də nədir? Qərarlar ağacıdır. Problem həll etmə zamanı qeyd olunur ki, problem həll etmə zamanı şagirdlərdən tələb olunan bacarıqlardan biri də qərar qəbul etməkdir. Nəyisə əsasına. Qərar qəbul etmək bacarığı bir şagird üçün ən vacib bacarıqdır. Çünki şagird ən çətin anında belə bütün situasiyalarda rahatlıqla çıxış yolu tapmalıdır. Sonra yəni bu zaman istifadə olunur müəllimlər. Deməli, problem həll etmə zamanı problemin həlli ilə bağlı fikirlər irəli sürülə bilər və irəli sürülən hər bir fikrini, belə deyək ki, hər bir fikrin müsbət mənfi tərəfləri danışılır, müzakirə olunur. Yəni bir problemlə bağlı ola bilər sinifdə 20 şagird var və onun bir deyək ki, 18-i nəsə fikir irəli sürür və 18 dənə fikir var və bir problemin həlli üçün 18 dənə həll yolundan istifadə etməliyik. Xeyr. Deməli, bunların hər birini oturmalıyıq, bir müsbət mənfi tərəfləri haqqında danışmalıyıq və müsbət mənfi tərəfləri haqqında danışırıqsa, təbii ki, biz bunu təhlil edirsək, burada tənqidi təfəkkürümüz inkişaf etməyə başlayacaq. Ya bundan əlavə müəllimlər, biz qərarlar ağacı üsulunu reallaşdırarkən digər təlim üsullarından da istifadə etmiş oluruq. Həm burada müzakirə texnikasından istifadə olunur, həm də beyin həmləsi üsulundan istifadə olunur. İndi gəlin baxaq, beyin həmləsi hardadır, müzakirə hardadır. Diqqətli olaq. Deyək ki, necə tətbiq olunmalıdır? Bəli, necə? Birinci müəllim problemi ortaya atır, problemi müəyyənləşdirir şagirdlərlə bir yerdə. Sonra beyin həmləsi bax burdadır. Uşaq fikirləşib yeni ideyalar atır. Yəni yeni ideyalar. Hər uşaq bir ideya deyir və burada nə edir? Beyin həmləsi. Yəni uşaq düşünür və düşündüyü bir mümkün həll yolu ortaya atmış olur. İdeyaları müəyyənləşdirir. Sonra həmin həll yollarının, həmin ideyaların müsbət mənfi tərəfləri müzakirə olunur. Yəni burada artıq uşağın tənqid təfəkkürü inkişaf etməyə başlayır. Deməli həmin üsulların müsbət mənfi tərəfləri müzakirə olunduqda ən sonunda 3 dənə həll yolu saxlanılır. 3 dənə həll yolu saxlanıldıqdan sonra onlar yenə də başlayırlar müzakirə etməyə. Müzakirə etdikdən sonra yəni biri seçilir. Yəni bu 3 yoldan biri seçilir və reallaşdırmaqdan tərəf bunun üçün plan yaradılır. Plan cızılır. Plan cızılır və sonra qərar qiymətləndirilir. Yəni verilmiş qərar nə dərəcədə düzgün olduğu qiymətləndirilir və əsaslandırılır. Yəni bunu müəllimlər eyni zamanda daha çox kollektiv iş üsulundan və ya da deyək ki, kiçik qrupla iş formasından da fərdi də etmək olar. Fərdidən daha çox kollektiv və kiçik qrupla iş üsulundan da istifadə etmək olar. Yəni deyək ki, bir çox iş formalarını dəstəklənmiş olur. Bəs hansı belə deyək ki, bacarıqlar formalaşır? Çətin risklərdə qərar qəbul etmək. Bəli, uşaq çətin anda qərar qəbul etməlidir. Artıq özünü belə deyək ki, çətinliklərdən xilas etməyi bacarmalıdır. Qərar qəbul etdikdə səbəbləri təhlil etməyi və əsaslandırmalıdır və uşaq nə üçün mən bunu etdim deyə üzərində düşünməlidir və nə üçün mən bunu edim deyə üzərində düşünməlidir. Nə üçün mən bunu düşündüm deyə üzərində. Yəni özünü əsaslandırmalıdır da, deyib kənara çəkilməməlidir. Əks halda uşaqda analitik təfəkkür heç bir zaman formalaşa bilməz. Sonra müəllimlər ümumiləşdirmək bacarığı. Problem üzərində düşündülər. Düşündülər o qədər ideyadan bir dənə həll yoluna gəldilər. O qədər ideyadan bir dənə həll yoluna gəldilər və bu zaman nə etdilər? Ümumiləşdirdilər. Deməli ümumiləşdirmə də hansı düşünmə formasına aid idi? Müəllimlər induktiv düşünmə formasına. Yəni onlar əvvəl problemdən nəyə gəldilər? Bir çox ideyalara gəldilər. İnduktiv düşünmə forması. İnduktivdən də bir dənə həll yoluna getdilər. Bu da nə oldu dəyərli müəllimlər? Deduktiv oldu. Deduktivdən də artıq induktivə gəldilər. Sonra nəticə tutdular. Bir yollar planladılar, həyata keçirdilər, nəticə çıxardılar, özləri öz işlərini dəyərləndirdilər, tənqid etdilər. Necə tənqid etdilər? O işin müsbət mənfi tərəfləri üzərində düşündülər, təhlil etdilər. Aid olmayanları, özlərinə işlərinə lazım olmayanları çıxdılar. 3 dənəsini saxladılar və onlar 3 dənə içərisində də birini seçdilər. Birini seçəndən sonra başladılar plan hazırlamağa. Burada müəllimlər əməkdaşlıq var. Deməli daha çox qrup şəklində aparıla bilər. Deməli uşaqlar bir yerdə düşünməsini dəstəkləyən üsullardan biridir. Komanda işinə də hörmət və uşaqlar burada belə qeyd edə bilərik. Əvvəlcədən bir problem müəyyən edə bilərik. Müəyyən etdikdən sonra problemlə bağlı bax bu üsulu bu şəkildə də qurmaq olar. Müxtəlif ideyalar səsləndirə bilərlər uşaqlar. Səsləndirdikdən sonra ola bilər ki, müsbət mənfi tərəfləri müzakirə eləsinlər, üsulları müzakirə etdikdən sonra 3 dənə həll yolu saxlanıldıqda uşaqlar 3 qrupa ayrıla bilərlər. 3 qrupda artıq uşaqların bu şəkildə də müzakirəsinə şərait yarada bilərik.
Deməli, qərarlar ağacı ilə bağlı bu qədər. Daha sonra keçək sinektika. Sinektika ilə bağlı, sinektika ilə bağlı, sinektika ilə bağlı müəllimlər, deməli, sinektika ilə bağlı burada yəni açar məqamlar çoxdur. Yəni qədim Yunan dilində müxtəlif cinsli elementlərin bir araya toplanması, müxtəlif cinsli elementlər bir araya toplanırsa, uşaqda deməli yaradıcı təfəkkürü, müəllimlər yaradıcı təfəkkürü nə edir? Dəstəkləyir. Müxtəlif cinsli elementlər bir araya toplanır və nəyisə yaradır. Sonra metod olaraq sosial psixoloji motivasiyaya əsaslanmış və kollektiv intellektual fəaliyyətin nəticəsi və tənqidi təfəkkürün inkişafına yönəlir. Kollektiv, yəni kollektiv uşaqların kollektiv şəkildə işləməsini də dəstəkləyir və eyni zamanda yaradıcı təfəkkürün inkişafına yönəlmişdir. Və müəllimlər burada eyni zamanda müzakirə texnikasından da istifadə olunur. Adətən yəni uşaqların fəaliyyətini qrup şəklində belə deyək ki, aktuallaşdırır. Deməli, sinektika üsulu qrup şəklində aparılmanı dəstəkləyir, qərarlar ağacı dəstəkləyir, SWOT analizi dəstəkləyir, sonra qızıl dairəni dəstəkləyir, sonra insident üzərində işdir, bu da dəstəkləyir, proqnozlaşdırma da qrup şəklində aparıla bilər və s. bax beləcə qeyd edir. Sonra görək bunlar əslində yəni müəllimlər sinektika necə aparılır? Birinci odur ki, iki qrup yaradılır. İki qrup onlar üzbəüz otururlar bir-birlərinə. Biri problemi irəli sürən tərəfdir, digəri isə müəllimlər. Digəri isə belə qeyd edək də, digəri isə problemlə bağlı çarə, belə deyək ki, problemin həllini irəli sürürlər. Və burada qeyd olunur ki, irəli sürülən problem həlli, onun müsbət mənfi tərəfləri müzakirə olunur. Baxın, qərarlar ağacında hamı bir yerdə onu müzakirə edirdi müsbət mənfi tərəfləri. Amma burada bir tərəf, bir qrup problemi irəli sürən tərəf, digər qrup isə problem üsulu, problem həllini irəli sürən tərəfdir. Yəni bunu yaradıcı şəkildə edir də, belə deyək. Kreativ bir həll yolu ortaya qoyur müəllimlər. Sinektika yaradıcı təfəkkürü çox dəstəkləyir və kreativ bir həll yolu ortaya qoyurlar nəticədə. Digər tərəf isə ki, yaradıcı bir həll yolu ortaya atır və qeyd eləyək ki, bu həll yollarını yəni müzakirə olunur. Yəni müzakirə olunur. Müzakirə olunduqdan sonra onlar həll yolunu bu şəkildə. Deyir ki, mən istərdim ki, bu məsələnin həlli bu cür olsun. Bu cür olsun. Şagirdlər düşünür bir həll yolu və onu əsaslandırmalıdırlar. Yəni bax bu şəkildə cümlə qurmalıdırlar. Yəni daha sonra nəticə etibarilə ümumi qərara gəlir. Ola bilər ki, verdikləri qərar tam şəkildə həll olunmaya da bilər. Tam şəkildə problem həlli olmaya bilər və nəticədə hər iki qrup birləşirlər, bir problem həlli ortaya qoyurlar. Və şagirddə hansı bacarıqlar formalaşdırır? Məsələnin həllinə yaradıcı yanaşma. Bəli, yəni çünki müxtəlif demək təbii ki, o problem həlli ortaya qoyan adam yaradıcı bir ideya ortaya qoymalıdır. Məsələn, tutalım ki, problemin həlli olaraq biri deyir ki, dünyada çoxlu tıxaclar var. Yollar görəsən necə qurulmalıdır ki, tıxac problemi yaranmasın. Digər bir qrup təşkil deyir ki, bəs insan bədənindəki qan damarlarına baxın. İnsan bədənində nə qədər qan damarları keçir ki, bu qan damarları heç biri bir-birindən kəsləşmir. Ondan istifadə edərək yolları o şəkildə qura bilərik. Dedikdə artıq görürsüz yaradıcı bir həll yolu ortaya qoydu. Yaradıcı bir şey. Və bu müzakirə olunaraq, yəni belə deyək ki, problemin həlli kimi qəbul oluna bilər. Və burada da qeyd edə bilər ki, məsələnin həllində yaradıcı yanaşır, yaradıcı təfəkkürü inkişaf elətdirir. Problemi optimal həll yolunun seçilməsi. Yəni bir neçə həll yolu ola bilər, amma ən uyğunun seçilməsi. Yəni budursa artıq burada uşaqda tənqidi təfəkkürdə inkişaf edə bilər. Sonra fikrin interpretasiya olunması. Qruplar problemin həllini ortaya qoyublar və daha sonra o problem hər hansı bir anlayışı problemin həlli kimi ifadə edirlər və bunu doğru düzgün şəkildə ifadə etməlidirlər. Bunu yəni fikrin interpretasiya edilməsi nə deməkdir? Fikrin doğru düzgün ifadə edilməsi və eyni zamanda qrup şəklində aparıldığına görə başqasının fikirlərinə hörmətlə yanaşmaq lazım. Üstəlik də başqa qrupun nümayəndəsi problemlə bağlı həll yolu təklif edirsə, onun mütləq şəkildə fikirlərinə hörmətlə yanaşmaq və sonunda bir qərara gəlmək lazımdır. Əsaslandırma bacarığı. Bax mən nə üçün bu yəni bu deyək ki, fikri problemin həllini seçirəm. Mütləq əsaslandırma olmalıdır. Dedi ki, əgər problemin optimal həll seçilirsə, ən uyğun həll yolu seçilirsə, bu tənqidi təfəkkürdür. Məntiqi təfəkkür bunun arasındadır müəllimlər. Demək problemlə bağlı uşaq birinci, yəni məntiqi şəkildə birinci onu anlamalıdır ki, anladıqdan sonra artıq o tənqid oluna bilsin. Yəni tənqid süzgəcindən keçə bilsin. Daha sonra isə yeni fikir irəli sürəndə artıq burada uşağın yaradıcılığı rol oynayacaq. Sonra müəllimlər assosiasiyanın yaradılması. Dediyimiz kimi bu günlər həqiqətən də yəni uşağın yeni ideya ilə problem arasındakı əlaqənin qurulması, hansısa dedim insanın qan damarları və eyni zamanda yəni körpülər, yollar bu əlaqə yaradılır da, analogiya yaradılır. Analogiya eyni zamanda yaradıcı təfəkkürdə də var idi. Analogiya yaradılır. Və eyni zamanda qrup daxilində aparılırsa, dinləmə mədəniyyəti olmalıdır. Bir qrup digərinə aparılmalıdır. Sonra qruplar bir-birlərini dinləmə mədəniyyəti olmalıdır. Sonra nə olardı əgər proqnozlaşdırma. Bu daha çox müəllimlər cütlərlə iş formasında aparılır. Yəni burada müxtəlif situasiyalar müəllimə şagirdlərə təklif olunur. Təklif olunur ki, əgər məsələn tutalım ki, internet olmasaydı hal-hazırda dünyada hadisələr necə baş verərdi? Yəni dünyada belə deyək də, yəni bu qədər sürətli şəkildə hər şeyi öyrənmək olardımı? Vaxtımız, zamanımız bu qədər tez keçərdimi? İşıq olmasaydı nə olardı? Göydə ulduzlar olmasaydı nə olardı? Gördüyümüz kimi, yəni bu daha çox belə deyək ki, kreativ, bir də abstrakt düşünməni, yəni abstrakt təfəkkürə biraz da, yəni abstrakt təfəkkür əsasında analitik təfəkkürü formalaşdırmağa xidmət edir. Daha sonra müəllimlər keçək Frayel modelinə. Frayel modeli müəllimlər deməli söz analizi aparmaq nə məqsədlə aparılır? Söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə olunan iş vərəqləridir. Frayel modeli iş vərəqidir və dördbucaqlı model şagirdlərə bir sözü və konsepsiyanın birinci tərifini vermək, sonra onunla bağlı vacib xüsusiyyətləri sadalamaq, nümunələr göstərmək və qeyri nümunələr, əks nümunələr göstərməyi xidmət edir. Yəni
müəyyən konsepsiyanı, məsələn, bu model əslində şagirdlərin müəyyən konsepsiyanı anladıqlarını nümayiş etdirir. Məsələn, siz uşağa Frail modelinin əsasında deyək ki, bir vərəq vermisiniz. Tutalım isim mövzusu ilə bağlı. Birinci uşaq orada ismin nə edəcək? Birinci tərifini verəcək. Sonra isimlə bağlı orada nə edəcək? Xüsusiyyətli kateqoriyalar filan sadalayacaq. Onunla bağlı bildiklərini qeyd edəcək və ən sonda nə edəcək müəllimlər? Deməli, isimlə bağlı nümunələr deyəcək. Nümunələr deyəndən sonra ismə əks olan nümunələr. Məsələn, tutalım ki, sifətdən bir nümunə deyə bilər, feildən nümunə deyə bilər. Ona olan əks nümunələri qeyd edə bilər. Bax, məsəl üçün deyək ki, sinonimlərlə bağlı uşaqdan nəsə soruşursunuz. Məsələn, deyək ki, belə deyək də sinonim. Sinonimin tərifi, sinonimin xüsusiyyəti, sinonimə aid nümunələr və ona aid olmayan nümunələr əsasında uşağa izah edəcəksiniz. Və müəllimlər, bu bir növ nəyə oxşuyur? O deyir, sözün leksik mənasını hansı yollarla izah etmək olar. Əgər uşaq bu 4 hissəni doldura bilirsə, uşaq özü də başa düşür ki, o artıq bu mövzunu öyrənib. Yox, artıq bunları tutalım, ikisini doldurur, ikisi boş qalırsa, üçünü doldurur, biri boş qalırsa, onda uşaq da anlamış olur ki, mövzunu tam şəkildə dərk edir. Yəni bir növ Frail modeli uşağa özünün öyrənməsi barədə məlumat verən üsullardan biridir. Və burada da qeyd olunub. Konsepsiya nə deməkdir? Hər hansı bir söz, hər hansı bir anlayış deyək ki, bax belədir. Bəs uşaqlarda hansı bacarıqları formalaşdırır? Əvvəlki biliklərlə yeni bilikləri əlaqələndirmək, təhlil etmək, məntiqi təfəkkür və əməkdaşlıq. Adətən cütlərlə aparılır. Bir də burada dedik ki, nə olardı əgər, nə olardı əgər cütlərlə aparılır. Və eyni zamanda Frail modeli də əsasən demək cütlərlə aparılır. Cütlərin formasında aparılır. Həm uşaqlarda məntiqi təfəkkür dedikdə nədir? Çünki burada əzbərçi məlumat ola bilər, faktoloji məlumat ola bilər. Əgər faktoloji biliyin yada salınmasıdırsa və onun qeyd olunmasıdırsa, təbii ki, burada məntiqi təfəkkürdür. Yəni burada heç nə, çünki hazır məlumatı yada salır uşaq. Sonra təhlil eləyir nümunələr. Nümunəyə əks nümunə deyirsə, orada artıq təhlil baş verir. Əvvəlki bilik, deməli artıq isimlə bağlı mövzunu öyrənib. Yəni bu əvvəlki bilikdir də uşağın. Onunla bağlı onları bir-bir yeni mövzu ilə əvvəlki mövzunu əlaqələndirir və bu şəkildə demək belə qeyd edək ki, Frail modelində ifadə edir və qeyd etdik ki, müəllimlər, əvvəlki biliklə əlaqələndirmə bir də hardaydı? Əvvəlki biliklə əlaqələndirmə var idi, Venn diaqramındaydı. Sonra vardı, burada yoxdur. Yəni deməli Frail modelində hələ ki Venn diaqramında və Frail modelində var. İndi gəldik çıxdıq müəllimlər klaster, yəni şaxələndirmə üsuluna. Çox asan bir üsuldur. Hadisə xüsusiyyətlər haqqında yəni mövcud olan bilikləri aktivləşdirməyə. Görürsüz, baxın, həm Frail modeli, həm klaster, həm Venn diaqramı şagirdlərin mövcud biliklərinin aktivləşməsinə kömək edir. Gördünüz, yəni bu hər üç üsul yəni şagirdlərin mövcud biliklərinin aktivləşdirməsinə xidmət edir. Və görək başqa yəni xidməti nədir də bunun bizə? Mənası şaxələndirmə demək, elə ki hörümçək toru kimi. Yəni burada iş üsulu olmalı və müəllimə mövzu ilə bağlı diaqnostik qiymətləndirmə imkanı aparır və eyni zamanda uşaq bərabər imkanlar yaratmağa da xidmət edir. Yəni burada artıq beyin həmləsi ilə uşaqlar belə qeyd eləyək ki, öz fikirlərini ortaya atırlar və müəllim də bu proses zamanı uşaqlara hiss elətdirir ki, onların hər birinin söylədikləri fikirlər, yəni mövzu ilə bağlı söylədikləri fikirlər çox önəmlidir və mövzuya uyğundursa təbii ki, klasterə qeyd olunur. Mərkəzdə bir anlayış yazılır. Görürsüz ki, mərkəzdə bir anlayış yazılır. Məsələn, ədalətli hökmdar. Ədalətli hökmdarla bağlı bildiklərini burada qeyd edirlər. Vətənlə bağlıdırsa, vətənlə bağlı bildiklərini qeyd edirlər. Baxın, yəni bildiklərini, yəni nə bilirlərsə onu qeyd edirlər. Bu olur şaxələndirmə üsulu. Məsələn, mərkəzdə isim belə deyək ki, sözünü yazıram. Uşaqlar isimlə bağlı, isim şəxsə görə dəyişir, isim mənsubiyyətə görə dəyişir, isim əşyanın adını bildirir. Başlayırlar onunla bağlı bildiklərini deməyə. Sonra deyirəm ki, uşaqlara ana nə deməkdir? Başlayırlar deyirlər ki, ana yəni bizim anamızdır, o bizi böyüdür, nə bilim, cürbəcür, yəni öz uşaq ağıllarına uyğun olaraq fikirlər səsləndirirlər. Bəs şagirdlərdə hansı bilik bacarıqlar formalaşdırılır? Məndə verilmiş əsas anlayışa aid bacardıqları qədər söz assosiasiyaları yaratma. Yəni uşaq mərkəzdəki anlayışına əlaqə yaradaq fikirlər irəli sürür. Əlaqə, assosiasiya nə deməkdir? Əlaqə yaratmaq deməkdir. Mərkəzdəki anlayışa uyğun olaraq fikirlər irəli sürməkdə ötəri uşaq birinci beynində məntiqi əlaqəni qurmalıdır. Sonra anlayışlar, ideyalar arasında əlaqəni müəyyənləşdirməkdir. Yəni bax bunu dedik. Köhnə biliklərin yenidən üzə çıxarılması və istifadə olunmasına kömək eləyir. Biliklərini sistemləşdirmək imkanı verir uşaqlara eyni zamanda. Yəni köhnə biliklərini sistemləşdirmə imkanı verir. Yəni bu şaxələndirmə üsulu. Fikirlərini lakonik ifadə edirlər. Da uzun-uzadı cümlələr. Bax gördünüz burdakı nümunələrdə də uzun-uzadı cümlələrlə yox, bir sözünə və ya söz birləşməsini ifadə edirlər. Yəni bu da fikirlərinin lakonik ifadəsinə kömək edir. Və bu üsul bir insanın fikrinin lakonik ifadəsinə kömək edir. Sonra ümumiləşdirmə aparırlar uşaqlar. Ümumiləşdirmə bacarığı. Ümumiləşdirmə aparmaq da nə deməkdir? İnduktiv düşünmə formasına yönəldir uşaqları. Yəni təfəkkürün yəni düşünmə forması olaraq. İndi müəllimlər gəlirik 4N1KH üsuluna. Görək bu 4N1KH üsulu nədir, bizə nədir? Dünyada bu bilik modeli kimi istifadə olunur. 5 W ilə başlayan sual, birdən H ilə başlayan sual olur, H hərfi ilə başlayan sual olur. Yəni dünyada ingilis dili olaraq belədir. Amma Azərbaycan dili olaraq 4N1KH üsuludur. Yəni gəlin görək bu nə deməkdir? Niyə görə 4N1KH? Çünki 4 dənə N hərfi ilə başlayan sual, bir dənə K və bir dənə H hərfi ilə başlayan sual olduğuna görə 4N1KH üsulu formasındadır və eyni zamanda müəllimlər bu sual texnikasıdır. Bax qızıl dairəyə dedik ki, qızıl dairədə dedik ki, ünsiyyət texnikasıdır. Burada dedik sual-cavab texnikasıdır. Tənqidi təfəkkürdə də keçmişdi, ya xatırlayırsınızsa, yaradıcı təfəkkürdə də keçmişdi, ya müəllimlər. Sual texnikasıdır. Yaradıcı təfəkkürdə adam özünə sual verir ki, yaratdığı ilə bağlı sual verir. Tənqidi təfəkkürdə artıq problemlə bağlı sual verir. Nəsə problemi təhlil edəcək də onunla bağlı. Və burada da müəllimlər bir də dedik ki,
Həm qərarlar ağacı, həm də ki sinektikada müzakirə texnikasıdır. Çünki qrup şəklində müzakirəni dəstəklədiyinə görə müzakirə texnikasıdır. Bu texnika sözlərini bax beləcə yadda saxlayaq. Çünki hər birini bir-bir sual cavab eləyəcəm sizlə. Ona görə də diqqətli olaq. Sonra müəllimlər, buradan bu suallar var. Vəziyyəti başa düşmək üçün eyni vaxtda situasiyaya uyğun olaraq müxtəlif suallar, problemin detalları müəyyənləşdirilir. Səbəb-nəticə əlaqəsi ortaya çıxarılır və adətən müəllimlər bu tədqiqatda, jurnalistikada, kriminologiyada, layihə işlərinin hazırlanmasında, tədqiqat prosesində istifadə olunur. Müəllimlər, eyni zamanda bu üsul demək dedik ki, layihə işlərinin hazırlanması istifadə olunur. Deməli bu halda deyə bilərik ki, qrup işini dəstəkləyir, layihə işi isə yaradıcı təfəkkürü dəstəkləyir. Daha sonra başqa nə deyə bilərik? Problem həll etməni dəstəkləyir. Sonra fikri əsaslandırma bacarığını dəstəkləyir. Görürsüz burada deyir ki, bəli, xeyr, yəni cavabının kifayətlənmir. Yəni onu mütləq əsaslandırmaq lazımdır. Və görürsüz, yəni mövzuları bu şəkildə uyanda üsullar o bizə daha rahat, asan gələcək. Nəinki əzbərləmək. Çünki əzbərləmək bizim imtahanda belə deyək ki, qısa müddətli yaddaşımızdan yəni çıxa bilər də və ya imtahana qədər biz bunu unuda bilərik. Nə qədər imtahandan bir gün əvvəl də təkrarlasaq belə, həyəcan onu bizim yaddaşımızdan qopara bilər. Ona görə də baxın bu şəkildə layihə varsa, deməli qrup işi var, deməli yaradıcı təfəkkür var. Bax bu şəkildə əlaqə. Bəli, xeyr cavabı istəmirsə, deməli burada əsaslandırma bacarığını uşaqlarda inkişaf etdirəcək. Daha çox bilirsiniz, problem yarandığı halda üzərində düşünürsə, tənqidi təfəkkürdə də var idi, yaradıcı təfəkkürdə. Yaradıcı təfəkkürdə hansı bir problemi həll etmək üçün nəsə yaradırdı. Tənqidi təfəkkürdə də sadəcə problemi həll etmək, səbəbi ortaya çıxarmaqdan ötəri istifadə olunursa, deməli burada yenə də nə olacaq? Deməli həm tənqidin yaradıcı təfəkküründə inkişafı deyə bilərik. Bəs müəllimlər bu necədir? Yəni üstünlükləri nədir? Yaradıcı düşüncəni aktivləşdirir, yeni fikirlər formalaşdırır. Çünki şagird yeni bir layihə eşitsə və s. yeni fikir ortaya qoyur. Həm dedik yaradıcı təfəkkürdə də istifadə olunur. Bir problemi təhlil etmədə, fərqli yanaşmalarla nəzərdən keçirməyə kömək edir. Hər hansı bir işə başlamazdan əvvəl hazırlıq və qərar vermə mərhələsi üçün əhəmiyyətlidir. Tədqiqat layihələrdə bir çox problemlərin həllində yaradıcı düşünməni formalaşdırır. Adətən yəni bu belə deyək ki, yaradıcı düşünməyə istiqamətləndirir. İndi gəlin baxın buradakı nümunəyə diqqət edək. 4 dənə N hərfi ilə başlayan suala baxaq. Deməli bir problem qoyub ortalığa. Mən deyirəm ki, uşaqlara layihə işi hazırlamasıdır. Uşaqlar birinci düşünürlər. Layihənin mövzusunu müəyyənləşdirir. Birinci layihənin mövzusu nədir? Layihənin üstünlüyü nədir? Yəni bunun üzərində düşünür. Sonra deyir ki, niyə? Niyə? Bax görürsüz, niyə? Nə artıq ümumi təəssüratda? Niyə artıq niyə artıq burada, yəni səbəb ortaya çıxarmaqdır da, səbəb orada. Layihə niyə planlaşdırılıb, niyə görə qərar verilib? Artıq biz burada səbəbi ortaya çıxarırıq. Deməli bu halda 4N1KH üsulu həm də səbəb-nəticə əlaqəsinin ortaya çıxarılması baxımından əhəmiyyətlidir. Gördünüz, niyə sualı varsa, qızıl dairədə də var idi da müəllimlər. Onda da var idi. Yəni orada da niyə sualı səbəbi ortaya çıxarmağa kömək edirdi. Sonra nə vaxt müəllimlər? Gəlir nə vaxt? Deyir ki, layihənin deyir ki, hansı zaman müddətində demək keçirilməsini müəyyənləşdirir. Nə qədər çəkəcək layihənin müddəti? Ola bilər 3 ay ola bilər, 4 ay ola bilər. Demək başlama tarixi, müddəti və bitmə tarixi nə vaxtdır? Yəni bu vaxt etibarilə bağlı məsələlər artıq bu sualın içinə daxildir. Sonra necə aparılacaq? Prosedural bilik, yəni necə tətbiq olunacaq, necə həyata keçiriləcək, tətbiq etmə mərhələsi, layihənin həyata keçirilmə ardıcıllığı, metodunu müəyyənləşdirir, layihə necə reallaşdırılacaq və necə planlaşdırılıb. Yəni bunun iş prinsipinə artıq diqqətin yönəldir. Sonra deyir layihəni artıq kim cavabdeh olacaq bu layihəyə, kim bunu icra edəcək, kim bunu təqdim edəcək və s. Layihənin hazırlanmasında kimlər iştirak edəcək, yəni bunlar əsasən maraqlıdır. Sonra deyir ki, hara? Layihə həyata keçiriləcəyi məkan və yaxud da yer müəyyənləşdirilir. Yəni layihə harda tətbiq olunacaq, ərazi olaraq demək hansı sahəyə aiddir? Hansı sahə, yəni bu layihənin həyata keçirilməsi, yəni belə deyək də planlaşdırılır. Yəni burada artıq harda, yerlə, məkanla bağlı. Deməli bir də qısaca nəzərdə tutulur. Deməli nə ümumi təəssüratdır, ümumi. Niyə artıq səbəb ortaya çıxarılır? Səbəb nə vaxtda vaxtla bağlı məsələlər önəmlidir. Bax situasiya düşə bilər ha. Necə olanda artıq iş prinsipə, tətbiqə yönəlir burada, həyata keçirməyə yönəlir, burada prosedural biliyə yönəlir. Kim olan hissəsi artıq insanlarla bağlı olan məqamlar, kimlər həyata keçirəcək, kimlər hazırlayacaq, kimlər bunu istifadə eləyəcək, kimlər bunu təqdim eləyəcək və ancaq insanla bağlı, harda isə məkanla və yerlə bağlı olan belə deyək ki, sualların cavab tapılmasına xidmət edir. Bəs görək hansı bacarıqlar formalaşdırır? Tənqidi təfəkkürü dedik. Birinci burada nədirsə burada artıq məntiqi təfəkkürdür müəllimlər. Bax burada diqqət eləyək. Sonra tənqidi təfəkkürdürsə artıq belə deyək ki, tənqidi təfəkkür artıq yəni niyə kimi suallar üzərində cavab tapmağa başlayır. Yəni belə deyək ki, tənqidi təfəkkür artıq xarakterini bilirsiniz, səmərəli olanı, uyğun olanı. Məsələn, tutalım ki, oxuyub anlama, dinləyib anlama. Şagird layihə işini həyata keçirirsə, həm oxuduqlarından məlumat toplayır, həm də dinlədiklərindən məlumat toplayır və bunlar arasında bütün məlumatlar ona lazım olmaya bilər və tənqidi təfəkkür nəticəsində uşaq özünə lazım olanı saxlayır. Sonra yaradıcı təfəkkürü inkişaf etdirir. Çünki uşaq yeni bir məhsul ortaya qoyur və gördüyümüz kimi 4N1KH üsulu daha çox yaradıcı təfəkkürün inkişafını dəstəkləyir. Çünki yaradıcı təfəkkür artıq ən üstün təfəkkür növüdür. Digərlərindən nisbətən ən üstün təfəkkür növüdür. Sonra problem həll etmə bacarığı. Problem həll etmə daha çox hardaydı? İnsident üzərində işləyirdi. Qızıl dairədə idi. Sonra hardaydı müəllimlər? SWOT analizində var idi. Sonra var idi demək qərarlar ağacında var idi, sinektikada var idi və bir də bu 4N1KH üsulunda da yəni özünü göstərir. Deməli problem həll etmə üsullarından biridir. İnformasiya qəbul etmə, ötürmə. Müəllimlər bir də bu ifadəyə harda rast gəldi? Bu ifadəyə rast gəldi qızıl dairədə 3N-də. Görürsüz suallardan ibarət də. Bu da suallardan ibarət olduğuna görə informasiyanı qəbul edir, sual verir, informasiyanı alır, aldığı informasiyanı problem həll etmə olduğuna görə artıq öz fikirlərini ifadə edir. Yəni budur. Sonra əsas fikri müəyyən etmə. Bax əsas fikri müəyyən etmə özü nədir? Tənqidi təfəkkürdür. Dedik ki, həm oxuduqlarından, həm dinlədiklərindən əsas fikri müəyyən etməsidir.
Sonra dəyərli müəllimlər keçək. Dərsimiz uzun çəkdi, düzdür, amma yenə də mən bunu izah etməliyəm, qeyd etməliyəm. Sonra Bloom klubu. Müəllimlər, Bloom klubu çox asandır, çox sadədir. Bloom klubu elə birinci taksonomiyadır. Necə ki bu taksonomiyanın mərhələləri, elə ki də yəni Bloom klubunun mərhələləri. Ona görə də adını qoyublar Bloom. Bloom taksonomiyası deyilmir, adını qoyublar Bloom. Deməli birinci adlandırır hissəsi müəllimlər aidlik xatırlama mərhələsinə. Baxın, deyə bilər ki burada yəni bax məsələn Nizami Gəncəvli İsgəndərnamə əsərində baş və ikinci dərəcəli obrazla biz oxuyuruq, bunu avtomatik şəkildə bilirik də. Yəni ən çox əsərdə hadisələr kimin ətrafında dönürsə o baş obrazdır. İkinci dərəcəli obrazlar isə əsərdə əsas məqamların üzə çıxarılmasına kömək edir. Bir ədəbiyyatçı olaraq bilirik bunu. Yəni bu artıq əzbərə söykənən məlumatdır da. Yəni əzbərə söykənib burada. Yəni anlama, adlandırma, xatırlama mərhələsi deklarativ biliklə bağlı olan anlayışları əhatə edir. İzah etməyə daha çox anlama mərhələsi ilə bağlıdır. Dəyərli müəllimlər, anlama mərhələsi ilə bağlıdır. Tətbiq etmək bilirsiniz ki, burada nəsə icra var, nəsə prosesin həyata keçirilməsi var. Yəni bu olur tətbiq etmə mərhələsi. Nə üçün müəllimlər? Burada artıq nəyisə təhlil olunması, müəllifin mövqeyinin ortaya çıxarılması var. Ortaya çıxardığınız yəni mövqeyi əsaslandırmalısınız ki, niyə görə müəllif bu fikri irəli sürdü. Və tətbiq etmə mərhələsinə aid nə varsa siz nə üçün hissəsinə aid edə bilərsiniz. Sonra müəllimlər özünü ifadə et hissəsi dəyərləndirmə mərhələsi ilə bağlıdır. Öz fikrinizi irəli sürürsüz, mövzu ilə bağlı dəyərləndirmənizi irəli sürür və onu əsaslandırırsınız və yenisini yaratsa yaratmaqla bağlı olan mərhələdir. Və gördüyünüz kimi hər biri də taksonomiyanın, idrak taksonomiyasının mərhələlərini əks etdirir. Daha sonra deməli uşaqlarda idrak taksonomiyasını formalaşdırmaqdan ötəri müəllimlər tədris prosesində Bloom klubu deməli üsulunu belə deyək ki, tətbiq etmək ən xeyirlisidir. Sonra müəllimlər şagirdlərdə formalaşdırılan bacarıqlar, məsələyə müxtəlif cəhətlərdən nəzər salmaq. Məsələyə müxtəlif cəhətlərdən nəzər salmaq. Bax doğrudan da belədir də. Yəni nə üçün hissəsində artıq siz təhlil edirsiniz, məsələyi müxtəlif cəhətlərlə dəyərləndirmək, özünü ifadə et və nə üçün hissəsində ki, yəni bir fikir ortaya qoyursunuz. Məntiqi tənqidi yaradıcı təfəkkürü əsasən. Bəli, məntiqi təfəkkür hansında anlama və izah etmək, adlandırma və izah etmək hissəsində. Tənqidi təfəkkür hansında idi? Nə üçün hissəsində və eyni zamanda özünü ifadə et hissəsində də ola bilər. Yenisini yarat hissəsində yaradıcı təfəkkürü dəstəkləyir. Məsələyə və hadisəyə hər tərəfli baxış formalaşdırma, təhlil etmə, dəyərləndirmə bacarığı, bəli. Sonra inteqrasiya etmək bacarığı, bəli, mövzular arasında inteqrasiya. Biz nə dedik? Demək taksonomiya nədir? Spiralvari təlimi, yəni getdikcə mövzuların əhatə dairəsini genişlənməsini dəstəkləyir. Əsaslandırma bacarığı, müqayisə etmək bacarığı və meyar çıxarma. Müqayisə etmək deməlidirlər harda olacaq? İzah etmədə olacaq, adlandırmaqda olacaq, bir də nə üçün hissəsində olacaq. İndi deyə bilərsiniz ki, niyə? Niyə olacaq bu? Adlandırmaqda biz hazır biliklərimizlə nəyisə müqayisə edə bilərik. İzah etmək isə biz hər hansı bir mətni oxuyub sadəcə başa düşdüklərimizi əsasında təhlil edə bilərik, müqayisə edə bilərik. Təhlil etmək hissəsini, yəni nə üçün hissəsində isə biz oxuduqdan sonra baxın Cahandar ağa ilə biz məsələn tutalım Rüstəm bəy müqayisə ediriksə, deməli burada təhlil olub ki, biz bunları müqayisə edirik. Yoxsa sadəcə oxuyub tez-tez oxuyub anladıqlarımız əsasında yox, təhlil edirik. Onları öz şəraitinə uyğun, öz xarakterlərinə uyğun, düşdükləri mühitlə bağlı, eyni zamanda onun yaşadığı dövrdəki insanların həyata baxışları ilə bağlı, yəni təhlillər aparırıq ki, ondan sonra müqayisə edirik, dəyərli müəllimlər. Sonra keçirik müəllimlər, deməli simulyasiya və rollu oyunlardan. Rollu oyunlar dedik ki, baxın, siz tutalım deyək ki, məsələn deyək də, Monsieur Jordan əsərini uşaqlara verirsiniz ki, sinifdə səhnələşdirsinlər. Uşaqlar sinifdə səhnələşdirən zaman və bu zaman deyir ki, uşaqlar kənardan mövzuya başqa nöqteyi nəzərdən yanaşırlar. Başqa nöqteyi nəzərdən yanaşırlar və canlandırırlar da obrazı canlandırırlar. Yəni onlar yəni özlərindən nəsə əlavə etmirlər də, necə deyiblərsə rollu oyunlar şəklində o şəkildə reallaşdırılır. Amma simulyasiya da odur ki, biz oyun əsaslı öyrənmədə də dediyimiz kimi simulyasiyaya yaxındır müəllimlər. Oyun əsaslı öyrənmədə istifadə etdiyiniz zaman siz simulyasiya üsulunu reallaşdıra bilərsiniz. Niyə görə? Çünki simulyasiyada burada artıq şagird öz yanaşmasını ortaya qoyur. Öz yanaşmasını da ortaya qoyur. Bax, məsələn, tutalım, mən deyə bilərəm ki, məsəl üçün mən deyə bilərəm ki, siz tutalım ki, Monsieur Jordan əsərini Şahbaz bəyi uşağa deyə bilərəm ki, öz məsələn yanaşmana görə belə deyək ki, səhnələşdir. Uşaq artıq burada öz yanaşmasını ortaya qoyacaq, bu simulyasiyadır. Amma olduğu kimi oynayacaqsa bu rollu oyundur. Belə, dəyərli müəllimlər, əgər sualınız varsa, buyura bilərsiniz. Sual ver. Bir də qeyd edeyim ki, hansı bacarıqlar rola girmək və rolu yaxşı ifadə etmək. Eyni zamanda bu da deyə bilərik ki, uşaqlarda aktyorluq mədəniyyətini formalaşdırır və eyni zamanda empati etmək bacarığını da formalaşdırır uşaqlarda. Sonra tənqidi yaradıcı təfəkkürü formalaşdırır. Tənqidi təfəkkür hardaydı? Rollu oyundaydı. Yaradıcı təfəkkür hansındaydı? Simulyasiyada. Əməkdaşlıq etmək. Uşaqlar rol daxilində bir-birlərinə əməkdaşlıq etməlidir. Ki, əməkdaşlıq edə bilməsələr, təbii ki, rolu da oynaya bilməzlər. İdarə etmə və öyrətmə bacarıqları olmalıdır. Simulyasiyanın payına düşür bu daha çox. Belə müəllimlər, üsullar, yəni analitik strategiyalar barədə izahım bu qədər. Sualınız varsa buyura bilərsiniz.